Qış depressiyasına qarşı effektiv yollar. İlin ən kədərli günü 19 yanvar hesab olunsa da, mütəxəssislər bunun elmi əsasının olmadığını bildirib. Mavi bazar ertəsi termini ilk dəfə 2005-ci ildə psixoloq Cliff Arnold tərəfindən marketinq məqsədi ilə ortaya atılıb. Hava şəraiti, borclar və yeni il vədlərinin yerinə yetirilməməsi kimi amilləri birləşdirən bu formula elmi sübuta malik olmasa da, qış aylarında insanların emosional vəziyyətinin pisləşməsi bir faktdır. Gün işığının azalması bədəndə serotoninin və melatoninin balansını pozaraq yorğunluq, yuxusuzluq və maraqsızlıq yaradır. Ekspert Stephanie Davis bildirir ki, yanvar depressiyasına qalib gəlmək üçün radikal dəyişikliklər deyil, kiçik və məqsəd yönlü addımlar lazımdır. Gündəlik cəmi 20 dəqiqəlik fiziki aktivlik depressiya simptomlarını azaltmaqda medikamentoz müalicə qədər effektiv ola bilər. Otaqları maksimum işıqlandırmaq enerji səviyyəsini yüksəldir. Gündə 7-9 saatlıq keyfiyyətli yuxu mütləqdir. Son olaraq isə sosial əlaqələrin vacibliyi vurğulanır. Dostlarla qısa bir telefon zəngləşməsi və ya görüş izolyasiya hissini yox edən ən güclü antizəhərdir deyə alimlər bildirir.